İşğaldan azad olunmuş ərazilərdə daha 24 sakin üçün özünə məşğulluq proqramı üzrə kiçik biznes yaradılıb. Köçməmişdən qabaq Cəfərov demişdilər ki, nə ilə məşğul olmaq istəyirsiniz ora gedəndə? Dedim, salonda işləyirəm burada. Orada da yəni salonda işləmək istəyirəm. Ona görə dedilər ki, yaxşı. Bura gələn sonra da məni çağırdılar, məşğul dedim. Dedilər, amma avadanlıq buranı göstərdilər, salon obyekti, amma avadanlıq sizə veriləcək. Bu gün də Allah'a şükür avadanlıqlarımı gətirdilər. Martın 29-dan Ağdam rayon Sazal kəndində yaşayıram. Gələndən sonra məşğulluğa müraciət eləmişəm. Əvvəl Goranboy rayon Nadirkənd kəndində yaşayırdım. Öz yaşadığımız yerdə fəaliyyətə başlamışam, bişirmişəm, özüm satmışam. Ondan sonra da köçdük, gəldik bura. Burada da elə bir məşğulluq vasitəsilə müraciət elədik. Avadanlıqları verdilər bizə. İndi bundan sonra da inşallah davam edəcəyik. Hal-hazırda da Xocalı rayon Balıca kəndində yaşayıram. Mən özümlə məşğulluğa müraciət etmişdim. Moyka avadanlığı üzrə. Mənim bu sahə üzrə də təcrübəm var, işləmişəm Bakıda. Yəni bu gün də istədim ki, mən onu Xocalı rayon Balıca kəndində öz vətənimdə, öz doğma torpağımda işlədim. Avadanlığım da bu gün gəldi. Hər şey qaydasındadır. Yəni avadanlıqlardan da heç bir narazılığım yoxdur. Laçın şəhəri, Laçının Zabux və Sus kəndləri, Şuşa şəhəri, Xocalı şəhəri, Xocalının Ballıca kəndi, Ağdam rayonunun Sarıcalı kəndi, Füzuli və Cəbrayıl şəhərlərində həmin şəxslərə özünə məşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim edilib. Verilmiş avadanlıqlar hesabına onlar un məmulatlarının istehsalı, qadın gözəllik salonu, kişi bərbərxanası, kiçik dərzi sexi, telefon təmiri, poliqrafiya xidmətləri, səyyar kofe evləri, agroturizm, broiler inkubatoru, avtomobil şinlərinin bərpası və təmiri xidmətləri üzrə kiçik bizneslərini yaradıblar. Bəli, mən Cəbrayıla qayıtdığım üçün çox sevinirəm. Çünki mən 17 yaşımda buranı Cəbrayıldan çıxmışdım. Qaydanda da yoldaşımla, qızımla bərabər qayıtdım. Dövlətimiz sağ olsun ki, bizi evlə təmin etdi. Sonra da bizə bu şəraiti yaradıb, işə başlamağımız üçün elə bu bir təkandır. Cəbrayıl rayonuna məcburi köçkün getmişəm 7-ci sinifdə oxuyandan. Bakı şəhərində yaşamışıq, məktəb qurtarmışam Suraxan rayonunda. Orada da 20 ildir dərzi kimi işləmişəm özüm. İndi Cəbrayıl torpaqlarımız alındı, torpaqlar alınandan qayıtmışıq Cəbrayıla, öz istəyimlə. 2023-cü ilin oktyabrın 13-də bura köç gəlmişik. Şəhərdə mən belə özümün avadanlıqları, belə nətər deyim, belə özümün işləri var idi. Gedib görürdüm, beləcə avadanlıqlarla gedib işimi gördüm. İndi o avadanlıqlar mənə yaramadı. Ona görə indi burada məşğulluğa müraciət elədim. Mənə çatışmayan avadanlıqları sağ olsunlar təqdim elədilər. Bura köç gəldiyimiz üçün burada qalıb, burada yaşayıb, burada öz biznesimizi artırmaq istəyirəm. Mən 43 ildir dülgər işi ilə məşğulam, 6-cı dərəcəli dülgərəm. Yəni taxta dülgər işinə aid nə varsa hamısını bacarıram, hamısını da bilirəm. Mən bura gələndən məşğulluğa müraciət eləmişəm, məni avadanlıqla təmin eləsin. Bu günləri bütün avadanlıqlar, yəni qeyd edilən lazım olan bütün avadanlıqlar verilib, avadanlıqlardan da razıyam. Aktivlər təqdim edilən sakinlərlə görüş olub, onların yeni qurduqları təsərrüfatlarla bağlı gələcək planlarına dair fikir mübadiləsi aparılıb. Proqram istifadəçiləri onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar məşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər. Şuşa şəhərində yaşayırıq, bir ildə artıq köçmüşük. Şuşa şəhərinə köçməmişdən qabaq Bakıda gözəllik salonunda işləyirdim, vizaj, dırnaq ustası kimi. Şuşa şəhərinə köçdükdən sonra istədim ki, işimi burada da davam elətdirim, fəaliyyətimi. Məşğulluğa müraciət elədik, çox sağ olsunlar, bizi təlimlərə qoşdular və bu gün nəhayət avadanlıqlarımız gəlib, çox sevinirik buna görə də. Avadanlığımızı əldə etdikdən sonra inşallah yeni tikilən binalarda alt hissələrində obyektlərimizi götürəcəyik. Fəaliyyətimi inşallah bundan da böyük eləyəcəm. Bakıda 16-17 il dərziliklə məşğul olmuşam, amma əlimdə olan avadanlıq mən bu qədər işlədə bilmirdim, inkişaf elətdirə bilmirdim öz işimi. Şuşaya gələndən sonra məşğulluğa müraciət elədim. İndi məni bugün avadanlıqla təmin eləyirlər. Mən işimi daha da genişləndirmək istəyirəm. Hazırda təxminən Böyük Qayıdış proqramı çərçivəsində 800-ədək keçmiş məcburi köçkünlər iş aparılmışdır ki, proqram çərçivəsində onların proqrama cəlb olunması ilə bağlı. Bunlardan 400-dən artıq şəxs istehsal xidmət və 300-dən artıq şəxs isə
kənd təsərrüfatı istiqaməti üzrə özə məşğul proqramına cəlb edilməsi fəaliyyəti aparılır tərəfimizdən. Eyni zamanda qeyd etmək istərdim ki, Böyük Qayıdış proqramı çərçivəsində özə məşğulluq proqramı üzrə təxminən 300-dən artıq şəxs artıq müxtəlif zərflər, istiqamətlər üzrə əmlaklarla təmin edilmişdir və hal-hazırda 148 keçmiş məcburi köçkünlərlə də onların özə məşğul proqramına cəlb olunması ilə bağlı müvafiq işlər aparılır. Qeyd edək ki, Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.